Yasin surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Yasin. And olsun hikmətli Qur'ana. Həqiqətən sən göndərilmiş elçilərdənsən. Doğru yoldasan. Bu Qur'an qüdrətli və rəhimli Allah tərəfindən nazil edilmişdir ki, ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən. Onların əksəriyyəti barəsindəki söz gerçəkləşdi, çünki onlar iman gətirmədilər. Həqiqətən biz onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik. Odur ki, başları təkəbbürlə yuxarı qalxmışdır. Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar haqqı görmürlər. Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir. İman gətirməyəcəklər. Sən ancaq zikrə tabe olub, mərhəmətli Allahı görmədən ondan çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ. Həqiqətən ölüləri dirildən, onların bu dünyada törətdiklərini və tərk etdiklərini yazan bizik. Biz hər şeyi açıq-aydın yazıda qeydə almışıq. Sən onlara o zaman elçilər gəlmiş şəhər sakinlərini misal çək. O zaman onlara 2 nəfər elçi göndərdik. Amma onlar ikisini də yalançı saydılar. Biz də elçilərimizi 3-cüsü ilə qüvvətləndirdik. Elçilər, həqiqətən biz sizə göndərilmiş elçilərik, dedilər. Onlar dedilər, siz də bizim kimi sadəcə bir insansınız. Mərhəmətli Allah sizə heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız. Elçilər dedilər, Rəbbimiz bilir ki, biz həqiqətən də sizə göndərilmiş elçilərik. Bizim vəzifəmiz ancaq vəhy olunanı aşkar təbliğ etməkdir. Onlar dedilər, biz sizdə bəd əlamət gördük. Əgər dəvətinizə son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq ağrılı-acılı bir əzab toxunacaqdır. Elçilər dedilər, sizin uğursuzluğunuz öz ucbatınızdandır. Məyər sizə edilən öyüd nəsiyyəti bəd əlamət sayırsınız? Doğrusu, siz həddi aşmış bir millətsiniz. Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi, ay cəmaat, elçilərin ardınca gedin. Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan şəxslərin ardınca gedin. Mənə nə olub ki, məni yaradana və hüzuruna qaytarılacağınız Allaha ibadət etməyin? Mən heç ondan başqa məbudlar qəbul edərəmmi? Əgər mərhəmətli Allah mənə bir zərər yetirmək istəsə, onların şəfayəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər. Bax, onda mən açıq-aydın azğınlığa düşmüş olaram. Həqiqətən mən sizin Rəbbinizə iman gətirdim. Mənə qulaq asın. Şəhərin sakinləri bu kişini öldürdükdən sonra ona cənnətə daxil ol deyildi. O dedi, kaş xalqım biləydi ki, Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi. Biz ondan sonra xalqının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik. Onları məhv edən ancaq dəhşətli bir səs oldu. Onlar birdən sönüb getdilər. Vay bu qulların halına!
Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər.